Cənubi Qafqaz coğrafiyası tarixən xəritədə və beynəlxalq münasibətlər sistemində kiçik region olaraq görünsə də, böyük geosiyasi proseslərin cərəyan etdiyi strateji bir məkan olub. Son dövrlər isə Cənubi Qafqaz öz tarixinin ciddi dəyişikliklər dövrünü yaşayır. Daha da konkretləşdirək. 2020-ci ildə ölkəmizin qazandığı tam və mütləq qələbədən sonra məhz 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan regiona yeni reallıqlar gətirdi və sözsüz ki, bu Cənubi Qafqazda cərəyan edən proseslərə də müəyyən təkan oldu. Bəs bugün Cənubi Qafqazda hansı geosiyasi proseslər baş verir? Yeni imkanlar və perspektivlər nələrdir? Bugünkü buraxılışımızda elə məhz bu sualımıza cavab tapmağa çalışacağıq. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Aktual ekranda xoş gördük. Bəli, qeyd etdiyimiz kimi mövzumuz məhz Cənubi Qafqazın hazırki dövrdəki geosiyasi mənzərəsidir. Mövzu ilə əlaqədar studiyamızda qonaqlarımız var. Öncə qonaqlarımızı təqdim edək. Qonaqlarımız Ali Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi Tarix, Etnografiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asif Orucov. Asif müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Və Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Ticarət və Menecment Kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovdur. Cavadxan müəllim, xoş gördük. Çox sağ olun. Bəli, girişdə qeyd elədik. Bugün reallıqdır ki, Cənubi Qafqaz öz tarixinə nəzər salsaq, xüsusi bir geosiyasi proseslər dövrünü yaşayır. Məhz elə bu dövrün də memarı, ölkə prezidenti cənab prezident İlham Əliyevdir. Məhz müzakirə keçməzdən öncə mütləq şəkildə təklif edərdik ki, məhz cənab prezidentin Cənubi Qafqazdakı mövcud siyasi proseslərlə bağlı fikirlərini yenidən xatırlayaq. 2026-cı ildə məhz aprel ayında Gürcüstana dövlət səfəri zamanı ölkə başçısı baş verən siyasi proseslər fonunda xüsusi fikirlər qeyd edib. Cavadxan müəllim, həmin fikirləri dinləyək. Məhz oradan qeyd olunan mesajlar istiqamətində biz suallarımızı davam etdirək. Buyurun. İzləyək. Bugün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bugün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur. Və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtı ilə buna oxşar mənzərə mövcud idi, amma bugün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir və burada Gürcüstanın rolunu da mən xüsusilə qeyd etmək istərdim. Cənab Baş Nazir Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də toxundu. Deyə bilərəm ki, bu prosesi gücləndirmək üçün sadəcə olaraq imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bəli, cənab prezidentin məhz aprel ayında Gürcüstana dövlət səfəri zamanı Əsəd müəllim səsləndirdiyi fikirləri yenidən xatırladıq. Cənubi Qafqazın ümumi mənzərəsinə dair. Ölkə başçısı vurğuladı ki, məhz Cənubi Qafqaz keyfiyyətcə yeni və fərqli bir mərhələyə keçid edib. Və yeni reallıqlar var təbii ki. Elə buradan yola çıxaraq deyə bilərikmi? Bugün Cənubi Qafqazdakı region dövlətlərinin qarşısında, bu yeni reallıqlar fonunda hansı çağırışlar dayanır? Bəli, Kifayət xanım, cənab prezidentin çıxışına da qulaq asdıq. Cənab prezident çıxışında da qeyd elədi ki, Cənubi Qafqazda yeni vəziyyət yaranır. Belə deyim ki, tarixən Cənubi Qafqaz ümumiyyətlə bir geostrateji bir coğrafiyada yerləşdiyinə görə böyük dövlətlərin həmişə marağında olmuşdur. Cənubi Qafqazda artıq belə deyim ki, müasir dövrdə cənab prezidentin bir çıxışını xatırlatmaq istərdim. Bu Bakı forumda çıxış eləyəndə Cənubi Qafqaz üzrə cənab prezident burada qeyd elədi ki, artıq yeni keçid dövrüdür və burada dövlətlər bir-birindən yaxşı münasibət qurmalıdır. Bu mövzularda cənab prezident çıxış elədi və burada qeyd elədi ki, yəni başlıca Azərbaycan Respublikasının
və ümumiyyətlə bunu Azərbaycan Respublikası üçün örnək götürdü və dedi ki, bütün Cənubi Qafqaz, bütün dünya bu yöndə addım atmalıdır. Bu hansı yöndədir? Yəni bir-birinə qonşuluq münasibət yürüdülməlidir. İkincisi təhlükəsizlik, sabitlik və müdafiə sistemi. Yəni bunların hamısı xüsusilə də olmalıdır. Yəni ona görə də bu gün Cənubi Qafqazda deyək ki, artıq bu region dövlətlərinin özləri də dərk edir ki, artıq kənardan hər hansı bir böyük bir dövlət bunlara müdaxilə etməməlidirlər. Yəni nə Gürcüstana, nə Azərbaycan, nə də Ermənistana. Yəni artıq Ermənistan özü də bunu dərk eləyir və bugün artıq o formatda, yəni bunlar sülh və əmin-amlıq şəraitdə yaşamalıdır ki, Cənab Prezident də çıxışlarında birində qeyd elədi ki, biz 7 aydır ki, yəni bu Vaşinqton danışığından götürülür, artıq nə səngərdə bir əsgər ölür, artıq danışıqlar vardır və Azərbaycan dövləti də bütün dünyaya göstərdi ki, sülhsevər bir dövlətdir ki, Cənubi Qafqazı da yəni bizim qonşumuz olan Ermənistana müəyyən iqtisadi yardımla göstərilir. Yəni siz ümumiləşdirsək, Əsəd müəllim, o fikirləri vurğulayırsınız ki, öncəliklə region dövlətlərinin qarşısında birinci növbədə sülh gündəliyi ön planda durur. Regional təhlükəsizlik, əməkdaşlıq, düzdürmü? Qarşılıqlı etimad. Bəli, deməli, ilk növbədə bunların arasında artıq bayaq da qeyd elədim ki, artıq belə deyim də, tarixən ümumiyyətlə Gürcüstanla Azərbaycan normal münasibətdə olubdur. Ermənistan Azərbaycanla normal münasibətdə olmayıbdır. Hətta belə deyim ki, tarixçilər yaxşı bilir, bəzi tarixin müəyyən dövrlərində Gürcüstana da qarşı ərazi iddiaları olub Ermənistanın. Azərbaycan tarixən sülhsevər bir dövlət olduğu üçün, yenə Gürcüstan Respublikası da tarixən sülhsevər bir dövlət olduğu üçün dərk eləyir ki, Ermənistan dövləti də sülh şəraitində yaşanmalıdır, əmin-amanlığı olmalıdır. Qarşılıqlı iqtisadi əlaqələr qurulmalıdır. O vaxtda Cavad müəllim danışacaq, iqtisadi əlaqələr olmalıdır. Yəni ticarət əlaqələri geniş şəkildə vüsət almalıdır və bunlar olmasa Qafqazda, xüsusilə də Cənubi Qafqazda sülh şəraitindən, sülhdən danışmaq mümkün deyil. Bəli, siz vurğuladınız. Gürcüstanla bizim tarixi qonşuluq münasibətlərimiz var, dərin köklərə bağlıdır. Gürcüstanın baş nazirinin məsəl ilk olaraq Azərbaycana səfərini də təsadüfi deyil, bilir, beynəlxalq münasibətlər sistemində ilklər həmişə xüsusi hal daşıyır. Ermənistanla tarixi prosesləri qeyd elədiniz və bugünkü gün artıq Cənubi Qafqazda qarşı durma, geosiyasi rəqabət deyil, iqtisadi əməkdaşlıq, tranzit keçidlər mövzudur və müzakirə çünki gələcəyin perspektivləri bunlardır. Xüsusi məqama diqqət çəkmək istərdim. Siz vurğuladınız ki, sülh gündəliyi, həmçinin təhlükəsizlik. Maraqlıdır, əvvəllər təhlükəsizlik deyəndə hərbi balans nəzərdə tutulurdusa, indi daha çox enerji təhlükəsizliyi, dəhlizlərin təhlükəsizliyinin qorunması prioritetləri ön plandadır və xüsusilə etimad quruculuğu məsələsi. Məlumdur, bugün dövlətlər arasında dialoqlar, siyasi söhbətlər təbii ki, müəyyən müstəvidə sülhə doğru addım atır və bu irəliləyişlər də özü ilə bərabər cəmiyyəti də aparır. Cəmiyyətlər arası münasibətlərin də normallaşması bu məsələdə xüsusi bir detaldır. Ancaq bütün bunların fonunda bağlantılar nə qədər və nə zaman möhkəm ola bilər? Qeyd etdiyiniz kimi iqtisadi bağlantılar nə qədər möhkəm olarsa. Çünki bugünün reallığı budur. Cavad xanım müəllim, elə buradan yola çıxaq. İqtisadi amil xüsusilə önəmlidir və dəyərləndirək. Bugün Azərbaycanın və ümumiyyətlə elə regionda həyata keçirilən həm ticarət, həm logistik baxımdan bu mega layihələr Cənubi Qafqaza hardan hara aparır? Çox sağ olun. Xalqımızın ümumi lideri Heydər Əliyev hər dəfə buyururdu ki, iqtisadiyyatı güclü olan xalq, dövlət hər şeyə qadirdir. Və Azərbaycan da iqtisadi resurslarından, iqtisadi hədəflərindən, iqtisadi potensialından hər zaman həm öz xalqının rifahı üçün, həm öz milli iqtisadiyyatının inkişafı üçün, həm uzun müddətli hədəfləri üçün, həm də region xalqlarının və dövlətlərinin, ölkələrinin də bu proseslərdən səmərəli şəkildə yararlanması məqsədi ilə istifadə edib. Və hələ əsrin müqaviləsi imzalandığı 1994-cü ilin sentyabr ayında Azərbaycan bütövlükdə dünyaya mesaj verdi ki, Cənubi Qafqaz ölkələri Azərbaycanın timsalında inkişafı hədəfləyir və regionda, eyni zamanda dünyada bu proseslərin hərəkətverici qüvvəsi ola bilər. Və eyni zamanda Azərbaycan əsrin müqaviləsini imzalamaqla dünyanın inkişaf etmiş ölkələrini də bu proseslərə cəlb etməklə, məsələn, Amerika Birləşmiş Ştatları kimi, Səudiyyə Ərəbistanı kimi, Rusiya kimi, Yaponiya kimi, qardaş Türkiyə Cümhuriyyəti kimi bu ölkələri bu proseslərə cəlb eləməklə həm də eyni zamanda göstərirdi və mesaj verirdi ki, Azərbaycan bu proseslərdə təkcə region hüdudlarını nəzərdə tutmur, təkcə Cənubi Qafqaz hüdudlarını nəzərdə tutmur. Eyni zamanda bu müstəvidə dünya ölkələrinin də rifahına öz
dəyərini, təsirini və katkısını verə bilər. Məhz bu baxımdan da Azərbaycan Respublikası hələ əsrin müqaviləsini imzalayarkən tərəfdaş iştirakçısı kimi çıxış edən neft şirkətlərinə, onların aid olduğu ölkələrə mesaj verirdi ki, Azərbaycanla əməkdaşlıq yalnız və yalnız Azərbaycanın suverenliyi ilə nəticələnə bilər və Azərbaycanın suverenliyi əsasında mümkündür. Və buna görə də hələ 1994-cü ildən etibarən Cənubi Qafqazda yalnız və sülhün, humanizm dəyərlərinin mövcud olmasına zərurət yarandığını da göstərirdi. Və bu dövrlərdən etibarən hələ Azərbaycan eyni zamanda sonraki illərdə də Cənubi Qafqazda birliyin və bərabərliyin, eyni zamanda etibarlı dostluq və tərəfdaşlıq münasibətlərinin də belə desək təminatçısı kimi, müəllifi kimi çıxış eləyib. Məsələn, Güyam Dövlətlər Birliyinin yaradılmasında Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova bu iqtisadi bir təşkilat kimi yaradıldı, amma Azərbaycan Respublikası yenə də burada özünün müəllifi olduğu layihələrlə öz mesajlarını verirdi. Yəni Azərbaycanın neft sektorundan siz yararlana bilərsiniz, amma Azərbaycanın da ərazi bütövlüyünə səs vermək şərti ilə, ərazi bütövlüyünü dəstəkləmək, suverenliyini dəstəkləmək şərti ilə və təsadüfi deyildir ki, elə əsrin müqaviləsində Türkiyənin dövlət nazirlərindən biri iştirak edirdi və o deyirdi ki, əsrin müqaviləsi eyni zamanda burada iştirakçı olan ölkələrin Azərbaycanın 3 rəngli bayrağı altında birləşməsini bir daha göstərirdi və eyni zamanda bu birliyin müəllifi də Azərbaycan və onun lideri idi. Və təbii ki, bu proseslərə baxanda Azərbaycan bu dəqiqə müəllifi olduğu layihələrlə təkcə özünün suverenliyini təmin etmir. Eyni zamanda Gürcüstan üçün də çox böyük bir avantajlar, böyük bir perspektivlər yaranır. Məsələn, deyək ki, Gürcüstanın çox böyük bu proseslərdə enerji təhlükəsizliyinin də təmin olunmasında, eyni zamanda Gürcüstanın müstəqilliyinin daha da möhkəmlənməsində olduqca mühüm tərəflərdən biri kimi orta dəhliz layihələrində Gürcüstanın da iştirak etməsidir. Biz orta dəhliz layihələrinə baxanda 2017-ci ilin 30 oktyabr tarixində istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusilə qeyd edə bilərik ki, Gürcüstan həmin bütün bu proseslərdə tranzit ölkə kimi öz tranzit gəlirlərini artıran və onun da əsas hərəkət verici qüvvəsi kimi Azərbaycanın olduğunu bilən bir ölkədir. Orta dəhliz layihələrinə biz baxanda görürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı eyni zamanda Bakı beynəlxalq dəniz və ticarət limanının da mövcud olduğunu görürük. Burada Ələt qəsəbəsində mövcud olan və eyni zamanda orta dəhlizin ən mühüm lojistik mərkəzlərindən biri kimi təşəkkül tapan və həm də Xəzər dənizi vasitəsilə həm Qazaxıstandan, həm də Türkmenistandan gələn yüklərin həm qəbul olunmasında, həm də onun Avropaya yönləndirilməsində olan prosesləri öz öhdəsinə götürən bir, belə desək, fəaliyyət məcmusu kimi nəzərdə tutulan bir proseslər özünü göstərir ki, burada da Azərbaycan Gürcüstana çox böyük bir dəstək olur. Eyni zamanda bu proseslərdə biz baxırıq ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutunu da bu proseslərdə Azərbaycan hərəkət verici qüvvəsidir ki, Gürcüstan bu proseslərdən də yararlanır. Məsələn, bunun açıqlamasına baxanda görürük ki, Azərbaycan, Qazaxıstan, Gürcüstan və eyni zamanda Türkiyə kimi digər ölkələrdən gələn yüklərin Azərbaycan vasitəsilə bu marşrut dəhlizin institusional, belə desək ki, əsasını təşkil edir bu marşrut. Və burada da onu deyə bilərik ki, bu proseslərin hər birinin koordinasiya işlərini məhz Azərbaycan yerinə yetirir ki, burada da Azərbaycan Gürcüstan üçün böyük bir deməli perspektivlər yaradır. Və eyni zamanda Bakı-Tbilisi-Qars lojistik marşrutunu, mərkəzini də biz burada qeyd edə bilərik ki, dəniz limanlarını, bundan sonra Bərə keçid məntəqələrinin yenilərinin inşa olunması və mövcud olanlarının potensial güc resurslarının daha da artırılması məsələlərini də burada qeyd edə bilərik ki, Azərbaycan bununla yenə də Gürcüstan üçün çox böyük avantajlar yaradır. Niyə mən burada təkcə Azərbaycanla Gürcüstanı nəzərdə tutmaq istəmirəm? Sadəcə onu demək istəyirəm ki, Azərbaycan öz müəllifi olduğu layihələrlə Gürcüstanı da bu proseslərə cəlb etməklə və ya Gürcüstana olduğu dəstəklərlə eyni zamanda Ermənistana da tarixən mesaj verirdi ki, sizin ölkənizin suverenliyi işğalçılıq siyasəti ilə yox, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yalnız bugünkü kimi seçkilərdə də özünü göstərdi ki, Azərbaycanın həqiqətləri bütövlükdə dünya üzrə qəbul olunur. Ölkələrin xalqları tərəfindən qəbul olunur. Siz məhz o məqama xüsusilə qeyd elədiniz. Ermənistanda seçkilər ərəfəsində ümumi nəticə və Asər müəllim vurğuladı ki, artıq Azərbaycanın reallıqları Ermənistan cəmiyyət tərəfindən də qəbul olunur və başa düşülür ki, əgər inkişaf
istənilirsə, bu reallıqlarla razılaşmaq lazımdır. Biz məhz burada diqqət çəkməliyik Paşinyanın məhz seçkilərdən sonraki çıxışına. Bilirik ki, Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi, kommunikasiyaların açılması, delimitasiya, demarkasiya proseslərinin və nəticədə sülhün reallaşması vurğulanır ki, ümumilikdə Cənubi Qafqaz üçün inkişafa bir çağırışdır. Həmçinin Türkiyə faktorunu vurğuladı. Türkiyə Respublikası ilə də məhz Paşinyanın mesajında o qeyd var idi ki, Ermənistan əlaqələrinin sıxlaşması. Bütün bunların təməlində bəli, Azərbaycan əsas aktor kimi öndə durur. Ancaq onu da vurğulayaq ki, Paşinyanın sülh ritorikası bu proseslər cərəyan edərkən Azərbaycan öz milli təhlükəsizlik maraqlarını da üstün tutur. Biz unutmamışıq. İkinci Qarabağ müharibəsində Gəncəyə, Tərtəyə atılan bombaları unutmamışıq. Birinci Qarabağ müharibəsində bugünə qədər məlum olmayan əsir və girovlarımızın taleyini unutmamışıq. Təbii ki, Azərbaycan üçün hər zaman istənilən bir kontekstdə milli təhlükəsizlik prioritetləri öncüldür, ön plandadır. Ancaq bununla bərabər vurğuladığınız kimi sadəcə region deyil, qlobal çağırışların da təşəbbüskarı məhz Azərbaycandır. Elə buradan yola çıxaraq bir detalı da istərdik məhz sizin şərhinizdə dəyərləndirək. Məlumdur ki, məhz dünən cənab prezident xüsusilə qeyri-neft qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı tədbirlər haqqında fərman imzalandı. Həmin fərmanda məqsəd, mahiyyət xüsusilə vurğulandı və orada xüsusi bir qeyd var idi ki, ölkədə qeyri-neft qaz məhsullarının daşınması ilə bağlı dinamika yüksək olsa da, amma tam qane-edici səviyyədə deyil. Xüsusilə də Naxçıvan Muxtar Respublikasının mövcud vəziyyəti ilə bağlı buradakı məhz bu malların ölkə ərazisinə daşınması, ondan kənara daşınmasında müəyyən məhdudiyyətlər, müəyyən çətinliklər var. Bax, buradan yola çıxaraq deyə bilərik ki, məhz belə deyək, dövlət dəstəyi fonunda qeyri-neft qaz mallarının daşınmasında bu coğrafiyanın genişlənməsinə necə təsir edəcək? Çünki siz o faktı vurğuluyursunuz. Logistik imkanlar artıq elə bir dövrdəyir ki, geniş şaxələnibdir. Naxçıvandan başlanan yol, sözsüz ki, Çindən gəlib Avropaya gedənəcək, orta dəhlizdən biz danışırıqsa, Azərbaycan və Naxçıvanın timsalında bu bir halqadır. Və deməli, bu inkişaf əhatə dairəsi genişlənə bilər. Yəni, konkret olaraq deyək, necə təsir göstərə bilər? Azərbaycan reallıqları bir daha sübut edir ki, Azərbaycanın həyata keçirdiyi, müəllifi olduğu layihələr dünya miqyaslıdır və hətta Amerika Birləşmiş Ştatları tərəfindən də dəstəklənən bir layihədir və bunu biz 2025-ci ilin avqust ayında Vaşinqton görüşündə də gördük. Ölkə prezidentinin, Müzəffər Ali Başkomandanın irəli sürdüyü bütün təşəbbüslərin Amerika Birləşmiş Ştatları prezidenti tərəfindən tam və dolğun şəkildə dəstəklənməsi ilə müşahidə olunan həmin görüşlər regionda həm də Zəngəzur dəhlizinin istifadəyə verilməsi mərhələsində Azərbaycanın həqiqətlərinin və müəllifi olduğu layihələrin nə qədər güclü bir səmərə verəcəyini də ortaya qoymuş oldu. Və Naxçıvan Muxtar Respublikası eyni zamanda təkcə Azərbaycanın Avropaya çıxışı deyil, Naxçıvan Muxtar Respublikası eyni zamanda Asiya ölkə, Avrasiyanın Avropaya çıxışıdır. Türk dünyası ilə Türkiyənin bağlantısıdır. Yəni, burada biz təsadüfi deyildi ki, Bakı-Tbilisi-Qars layihəsini biz qeyd etdik. Yəni, ölkə başçımızın da uzaqgörənliyinin nəticəsidir ki, sanki 2017-ci ilin 30 oktyabr tarixindən 2020-ci ilin sülh şəraitini görürmüşcəsinə bu prosesləri tənzimləyib. Yəni ki, həqiqətən də dövlət başçımızın müəllifi olduğu bütün layihələr, eyni zamanda Zəngəzur dəhlizinin istismara verilməsi mərhələləri Naxçıvan Muxtar Respublikasını təkcə Muxtar Respublika kimi müəyyən bir hüdudlarda formalaşmasını yox, eyni zamanda dünya iqtisadiyyatının tələblərinə cavab verən azad iqtisadi zona kimi formalaşmasını gündəmə gətirir. Eyni zamanda dünya iqtisadiyyatına töhfə verəcək, dünya iqtisadiyyatına inteqrasiya oluna biləcək bir logistik mərkəz kimi gündəmə gətirir. Ona görə də Naxçıvan həqiqətlərinin özü də bu gün Naxçıvan Muxtar Respublikasında makroiqtisadiyyatın, onun şaxələndirilməsinin, eyni zamanda ölkənin milli iqtisadiyyatına diversifikasiya olunacaq proseslərin gündəmə gətirilməsi və burada da məhz Naxçıvan Muxtar Respublikasının üstlənəcəyi missiya həqiqətən də ölkəmizin bütün proseslərdəki rolunu daha da aktivləşdirəcək, fəallaşdıracaq. Və Naxçıvanda istehsal olunan məhsulların ölkəmizin ərazisinin əsas hissəsinə həm regional bazarlar timsalında, həm də milli bazar timsalında çatdırılması günümüzün reallıqlarıdır və bu istər dövlət başçımızın təsdiq etdiyi bütün hüquqi normativ aktlarda da nəzərdə tutulur. Məsələn, götürək Ağdam Sənaye Parkının yaradılmasında, Şərqi Zəngəzurda yaradılan Araz Vadisi İqtisadi Zonası üzrə Sənaye Parkının yaradılmasında, həmin hüquqi tənzimləmələrdə də birinci cümlə olaraq Naxçıvan İqtisadi rayonu ilə kommunikasiya əlaqələrinin yaradılmasının yaratdığı əlverişli şəraitdən bəhs olunur. Və bu hüquqi normativ aktlarda da nəzərdə tutulur. Və yaxud da Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafı ilə bağlı olan 2023-27-ci illəri əhatə edən dövlət proqramı, tədbirlər planı və yaxud da Nazirlər Kabineti tərəfindən təsdiq olunan təfsilatı tədbirlər planında orada da nəzərdə tutulur ki, Naxçıvanda istehsal olunan məhsullar Ağdam Sənaye Parkında saxlama ambarlarında saxlanması üçün müvafiq ambarların tikintisinin həyata keçirilməsi. Yəni bu kompleks işlər. Bəli, yəni bu bütün alt yapı məsələsini gündəmə gətirən əsas reallıqlardır. Və təbii ki, bu məhsulların eyni zamanda Naxçıvan Muxtar Respublikasında qeyri-neft qaz sənaye məhsullarının da daşınması ilə bağlı olan xərclər, logistika xərcləri, əsas xərclərdir. Yəni bunlar məhsulun istehsalından başlamış, istehlakına qədər olan istehsal, bölgü, mübadilə, istehlak, bütün bu həlqənin tamlığını, dolğunluğunu, səmrəliliyini həyata keçirən və ona təminat verən əsas proseslərin məcmusudur. Məhz logistikanın həyata keçirilməsində, tamlığının qorunmasında, orada heç bir prosesdə çatın əmələ gəlməsinə imkan verilməməsində bu fərmanın xüsusi rolu var. Fərmanla, onun müddəaları ilə tanış olanda aydın olur ki, burada Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun da səmərəli təşkil və idarə olunması nəzərdə tutulur. Eyni zamanda burada güzəştlərin tətbiq olunması ilə bağlı, eyni zamanda dövlət büdcəsi hesabına proseslərin həyata keçirilməsi ilə bağlı, hava nəqliyyatının səmərəliliyi nəzərdə tutulur. Burada dəniz nəqliyyatının səmərəliliyi, düzdür, Naxçıvanın dənizə çıxışı olmasa da Azərbaycan Respublikası miqyasında nəzərdə tutulur. Və bu eyni zamanda dəmir yollarının, ümumiyyətlə nəqliyyat infrastrukturundakı daşımaçılığın nəzərdə tutulması ilə Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan avtomobil nəqliyyatları da nəzərdə tutulur. Ki, burada Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan avtomobil nəqliyyatları ilə bağlı 70%, qeydiyyatda olmayan avtomobil nəqliyyatları ilə bağlı 50% və yaxud da ki, Azərbaycan Respublikasında digər avtomobil nəqliyyatları ilə nəzərdə tutulan 15%, 5% güzəştlərin nəzərdə tutulması Naxçıvan Muxtar Respublikasının bir növü belə məsələyə bu cür də yanaşa bilərik ki, artıq blokadanın yaratmış olduğu təhdidlərin sıfıra endirilməsini göstərir. Yəni logistik xərclərin azaldılması özlüyündə gələcəyə doğru hədəflənmiş. Naxçıvan Muxtar Respublikasının mahiyyət etibarilə həm də iqtisadi, belə desək ki, səmərəlilik baxımından Naxçıvan Muxtar Respublikasının ölkənin ərazisinin əsas hissəsinə çıxışları təmin olunursa, bu iqtisadi baxımdan da ola bilər, hüquqi baxımdan da ola bilər, təmin olunursa, deməli Naxçıvan Muxtar Respublikasının qarşısında blokadanın təhdidləri heç bir mahiyyət kəsb eləmir və bunun təsirləri sıfıra bərabərdir. Yəni bu artıq dövlətimiz tərəfindən təsdiq olunur, bu artıq dövlətimiz tərəfindən real olaraq, real gerçəklikdə həyata keçirilir və bunun da təbii ki, əsas təsir edici qüvvələri də deməli kənar belə desək, qonşu ölkələrdə həyata keçirilən müsbət meyilli, pozitiv meyilli nəticələrlə də bir daha ortaya qoyulmuş olur. Bəli, Naxçıvandan başlamış ölkə məhz iqtisadi logistikasından siz mühüm məqamları qeyd elədiniz, perspektivdə gözlənilən yenilikləri, hədəfləri vurğuladınız. Təbii ki, ölkəmiz həm iqtisadi, həm elə humanitar, beynəlxalq yöndə böyük platformalara belə təşəbbüskarlıq göstərir. Ev sahibliyi etdiyi çox mühüm layihələr var. Asif müəllim, bu layihələrdə biz neçə ölkənin məhz baş nazirlərinin, prezidentlərinin iştirakının şahidi olmuşuq. Elə buradan biz yola çıxaraq qeyd edə bilərik ki, ölkəmizin bu təşəbbüskar layihələri Cənubi Qafqazda inkişafa doğru aparır. Bəs beynəlxalq birliklər, aparıcı dövlətlər, az əvvəl vurğuladınız, tarixən Cənubi Qafqazla bağlı geosiyasi maraqlar toqquşur. Bəs bugün maraqlar necədir? Bir məsələni xüsusilə qeyd edelim. Bayaq Zavat xan müəllim qeyd elədi çıxışında orta dəhliz haqqında məsələn vurğuladı. Bunu da qeyd eləmək istəyirəm ki, Gürcüstan xüsusilə də ön plana çıxdı. Ancaq bu gün orta dəhlizdən gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə Zəngəzur dəhlizinin özü orta dəhlizin bir parçasıdır. Yəni belə deyim ki, Ermənistan da bununla yararlanacaq gələcəkdə, tək Gürcüstan yox. Yəni bu Azərbaycan bütün dünyaya göstərir ki, yəni Azərbaycanın bu planı, qarşıya qoyduğu sülh planı, məqsədyönlü planı təkcə Cənubi Qafqaz ölkələri yox, bütün region dövlətləri və bütün dünyanın bir çox ölkələri bundan yararlanır. Siz də indi sualınıza qayıtsaq, belə deyim, Cənab Prezidentin çıxışlarında birində son dövrdə qeyd elədi ki, hətta deməli Azərbaycan qazını dünyanın artıq 16 ölkəsi boru vasitəsilə artıq alır. Azərbaycan boru vasitəsilə, hələ bunun digər o tanker vasitəsilə, digər gəmi vasitəsilə daşınmasına baxsaq, bu deməli xeyli bu əhatə dairəsi genişləndiyini görürük. Artıq Cənubi Qafqazda böyük dövlətlər artıq gördü ki, belə deyim ki, Zavat xan müəllim də qeyd elədi ki, Azərbaycanın rəhbərliyi ilə, siz də çıxışınızda qeyd elədiniz ki, Azərbaycan bir kompasdır Cənubi Qafqaz ölkələrinə bir yol göstərir və göstərdi ki, sülh
həmişə bizi inkişafa doğru aparacaqdır. Əmin-amanlıq bizi həmişə inkişafa Bunun doğru da açarı aparacaqdır. Azərbaycandır. Ancaq Rusiya burada belə deyim ki, Cənubi Qafqazda Ermənistanı itirmək istəmir. Cənubi Qafqazda erməni istəmir. Hətta seçkilərdən öncə Rusiya Cənubi Qafqaz Ermənistana bir ixrac məhsullar ixrac edirdi. Məsələn, bunların içərisində ərzaq məhsulları vardı, tərəvəz vardı, spirtli içkilər vardı. Bunları müəyyən miqdarda azaltdı. Müəyyən miqdarda azaltdı və hətta onlara qaz, deməli, təbii qazın ixracını müəyyən miqdarda da azalacağını belə bir göstəriş verdi. Yəni, bunlar dedi ki, hətta Rusiya prezidentinin sözsüz çıxışlarında qeyd elədi ki, Ermənistan fikirləşməlidir ki, öz mövqeyini, öz tərəfini bildirməlidir. Ya Rusiya meyl olmalıdır, yaxud da belə deyim, Avropaya meyl olmalıdır. Ancaq bugün Ermənistanda özü gördü ki, bu artıq Rusiya meyl eləmək ölkədə yeni ixtişaşlar, yeni anarxiyaya gətirib çıxarılacaq, ölkədə inflyasiya günü-gündən artır, buna gətirib çıxaracaqdır və hətta bu xalq, bu Ermənistan dövlətinin rəhbərləri də Azərbaycan xalqını, Azərbaycan Respublikasının rəhbərliyini cənab prezident İlham Əliyev örnək götürdülər və İlham Əliyev cənabları həmişə çıxış edir ki, bizim heç bir dövlətdən asılılığımız yoxdur. Və bunu da Azərbaycanda, məsələn, beynəlxalq bu təşkilatların Azərbaycana, qurumların Azərbaycanda beynəlxalq tədbirlərinin keçirilməsi, cənab prezidentin müstəqil şəkildə çıxışlarının verilməsi, xarici televiziyalara müsahibələrin verilməsində hər dəfə vurğulur ki, Azərbaycan müstəqil dövlətdir, Azərbaycan heç bir dövlətdən asılı deyil. Yəni, bunu cənab prezident həmişə vurğulur. Bu yaxınlarda hətta deyim, İstanbul samiti olmuşdur. Azərbaycanın, Gürcüstanın və Türkiyənin xarici işlər nazirləri bu toplantıda İstanbul samitində iştirak elədi və bu İstanbul samitində də belə bir yekunda belə bir bəyanatla çıxış edərlər ki, Cənubi Qafqaz sülh və əmin-amanlıq şəraitində yaşamalıdır xalqları. Cənubi Qafqazda heç bir ölkə digər bir ölkəyə və yaxud da onların qonşuları onların torpaqlarına göz dikməməlidir. Türkiyə yəni artıq Cümhuriyyəti, belə Türkiyə Respublikası Cənubi Qafqaz ölkələrinin hamısını müstəqil görmək istəyir. Heç bir dövlətdən asılı vəziyyətdə görmək istəmir. Yəni, bunda Gürcüstan tamamilə artıq müstəqil siyasət yürüdür, Azərbaycan çoxdan müstəqil siyasət yürüdür. Hətta Cavadxan müəllim bayaq çıxışın əvvəlində əsrin müqaviləsini Kifayət xanım danışdı. Əsrin müqaviləsinin imzalandı 1994-cü sentyabr ayında. Azərbaycana çoxlu təhdidlər oldu ki, yəni imkan verilmirdi ki, belə bir müstəqil addım alsın. Xəzər dənizinin sektorlara bölünməsi və ondan sonraki dövrdə və yaxud da Bakı-Tiblis Ərzurum qaz kəməri, Bakı-Tiblis-Ceyhan neft kəməri bunlara imkan vermirdi. Yəni, Azərbaycanda öz qəti fikrini bildirdi ki, biz artıq müstəqil dövlətik və müstəqil addım atacaq. Və bu reallığı da bugün Azərbaycan dövləti Cənubi Qafqazda həyata keçirir və digər dövlətlərə, xüsusilə də Ermənistan dövlətinə də bunu göstərir ki, nə qədər biz mehriban qonşuluq siyasətində yaşasaq, bu addım atsaq, bu cür addım atsaq və bir o qədər Ermənistan xalqı, Ermənistan dövləti bir o qədər çiçəklənəcək və inkişaf eləyəcək. Çünki Azərbaycan nefti, Azərbaycan qazı, Cavadxan müəllim də qeyd elədi, Gürcüstan üzərindən Avropaya çıxır. Buradan Türkiyə arasında tranzit gəlirləri tranzit gəlirlər. Nə üçün Ermənistan bundan kənarda qalıbdır? Çünki Ermənistan tarixən işğalçı dövlət olubdur. Artıq Ermənistan bugün başa düşür ki, işğalçılıq siyasəti olmaz və heç bir dövlətin əlaltısı olmalı deyil və müstəqil qonşuluq siyasətində yaşamaq lazımdır. Asaf müəllimin sözünə qüvvət olaraq deyim ki, o vaxt Bakı-Tbilisi o marşrutun, yəni Tbilisidən keçəcək tranzit xəttin əvəzinə bizə təsir edənlər var idi ölkəmizə ki, erməni tərəfdarı, havadarlar olanlar. Deyirlər ki, Bakı-Yerevan-Tbilisi, Bakı-Yerevan-Ərzurum, Bakı-Yerevan belə desək, bu kəmərlərin hamısı çəkilsin. Amma Azərbaycanın qətiyyətli iradəsi və bir daha özünü ortaya qoydu və dedi ki, Azərbaycanın torpaqları işğaldan azad olunmayana qədər Ermənistan nəinki regional, heç belə ölkə daxili heç bir layihədə də belə iştirak edə bilməyəcək. Hətta dedi ki, Azərbaycandan kimsə gücdüliyi ilə danışa bilməz. Bəli, və buna da Allaha şükürlər olsun nail olduq və Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bunun da ən çox elə səmərəlisindən birini də Ermənistanın özü görür.
bu proseslərin hər biri bir mədəni norma olaraq xalqlar tərəfindən qəbul olunur, başa düşülür ki, hər kəsin ərazi bütövlüyü var və Ermənistan baş naziri Nikol Paşinyan da etiraf elədi ki, Qarabağ bizim deyil. Bəli, o detalın da üzərində duraq ki, Cavadxan müəllim, Qarabağ bizim deyil, ancaq dünənə qədər Qarabağ uğrunda məhz aparılmayan müstəqil siyasət, diktə siyasətlə Ermənistan məhz bu iddiaları səsləndirirdi. Biri var başa düşələr, biri var başa salalar. Azərbaycan öz inkişafı ilə başa saldı bunu. Azərbaycan regionda yeni reallıqlar gətirdi, lider dövlət olduğunu yenidən təsdiqlədi. Məhz mayın 28-də cənab prezident Şuşadan elə o mesajı da çatdırdı ki, əsl müstəqillik odur ki, müstəqil siyasət apara biləsən. Və biz tarixən bu siyasətin ilk təməl daşları qoyulub, bugün də inkişaf elətdirilir. Təbii ki, bütün bu prosesləri də təkan verən ölkəmizin balanslı apardığı çox profilli xarici siyasətdir. Burada mən siz qeyd elədiniz, yəni bəzi məqamlarda hansı ki sülhə doğru da baxırıq ki, qərəzli münasibətlər vardı. Biz burada qeyd edə bilərik Avropa Parlamenti 2021-ci ildən 26-cı ilə qədər 14 qərəzli qətnamə qəbul edibdir. Yəni yenə də belə kökə qayıtdıqda hələ də regionda inkişafı dəstəkləyən və dəstəkləməyən qüvvələr də vardı. Amma biz böyük güclərdən danışırıqsa, Amerika Birləşmiş Ştatları qeyd etdiyimiz kimi Trip dəhlizi, Çin bir kəmər, bir yol layihəsi çərçivəsində Cənubi Qafqazı məsələ, bəli, tarixi İpək yolu üzərində strateji və ortaq bir dəhliz kimi dəyərləndirir. Yəni qısacası Vaşinqtondan Pekinə, Moskvadan Brüsselə deyə bilərik ki, bütün aparıcı güclər qəbul edir ki, əgər Cənubi Qafqazda iqtisadi əməkdaşlıqdan danışılırsa, mütləq orada Azərbaycan reallığı vardır. Bunu qəbul etmək və bununla razılaşmaq gərəkdir. Reallıqları qeyd ediriksə, Cavadxan müəllim, xüsusi bir detal da enerji amilidir. Artıq strateji bir mahiyyət daşıyır. Buradan yola çıxaraq deyə bilərik, bu günləri məhz Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ümumiyyətlə regiona, Cənubi Qafqaza necə bir investisiya yaxınlarına da təkan verir? Çox haqlı bir sualdır və maraqlı bir sualdır. Deyə bilərəm ki, Azərbaycan enerji siyasəti ilə də dünya enerji xəritəsində öz töhfəsini verməkdədir. Elə yenə də əsrin müqaviləsindən üzübəri neft-qaz layihələrinin reallaşması, Azərbaycan təkcə Bakı-Tbilisi-Ceyhanla, Bakı-Tbilisi-Ərzurumla neft-qaz layihələrini reallaşdırmaqla eyni zamanda regionda və dünyada enerji siyasətinin də hansı belə desək, resurslardan necə məqsədyönlü istifadə etməklə istifadə olunmasını və səmərə qazanmasının da yollarını göstərmiş oldu. Ümumiyyətlə, iqtisadiyyatda bütün resurslar məhduddur. Bundan səmərəli istifadə etməklə artan tələbatları ödəmək ən mühüm iqtisadi nəzəriyyə elminin də öyrənmiş olduğu bir anlayışdır. Yəni, iqtisad elmi bunu öyrənir. Azərbaycan da iqtisad elminin həm nəzəriyyəsini, həm də təcrübəsini tətbiq etməklə dünya iqtisadiyyatının öz töhfəsini verməkdədir. Və TANAP-TAP layihələri ilə, eyni zamanda bu proseslərdə özünə tərəfdaş olan ölkələrin də suverenliyini təmin etməklə, dəstək olmaqla, eyni zamanda bu proseslərdə Azərbaycan Respublikasının həm də qoşulmuş olduğu beynəlxalq müqavilələri də üstün tutmaqla Azərbaycan beynəlxalq iqtisadiyyata da, dünya iqtisadiyyatına, beynəlxalq iqtisadi təşkilatlara da öz töhfəsini verməkdədir. Elə qeyd edə bilərik, iyunun 1 və 3 arası keçirilən Bakı enerji həftəsi. Bəli, o da elə 1995-ci ildən öz başlanğıcını götürmüşdü. Əsrin müqaviləsindən bir neçə ay əvvəl. Əsrin müqaviləsinə qədərki prosesləri tənzimləyirdi və Xəzər neft-qaz layihələri üzrə təşkilatlanan bu struktur sonra bütün istiqamətlər üzrə öz əhatəsini genişləndirməklə təkcə neft və qaz üzrə yox, eyni zamanda hasilat, kəşfiyyat, eyni zamanda infrastruktur, tikinti, nəqliyyat sahələrini əhatə etməklə burada artıq Bakı enerji həftəsi kimi təşkilatlandı, formalaşdı və öz əhatəsini genişləndirdi. Və burada da təkcə Azərbaycan bu proseslərə inteqrasiya olunmaqla COP29-dakı rolunu da biz açıq şəkildə deyə bilərik ki, məsələn, belə desək, yaşıl enerjiyə keçidin, yaşıl iqtisadiyyata keçidin ən səmərəli variantlarını ortaya qoyur. Və burada da elə biz yaşıl enerjiyə keçiddə də, məsələn, Gürcüstanı da bu prosesə biz cəlb eləmişik. Məsələn, deyək ki, yaşıl enerjiyə fiber optik kabellərlə müşayiət olunan layihələrin həyata keçirilməsi, Qara dənizin dibi ilə çəkilir bu. Bəli, çox böyük mega bir layihədir. Çox böyük bir layihədir. Yəni, biz bununla, biraz əvvəl Asif müəllim də dedi, biz bununla Gürcüstanla əməkdaşlıq edə-edə Ermənistana da deyirdik ki, yəni, qızım sənə deyirəm, gəlinim sən eşit. Ermənistana da deyirdik ki, bizimlə əməkdaşlıq eləməklə siz öz suverenliyinizi təmin edə bilərsiniz. Revanşizm proseslərindən əl çəkin.
Yəni Azərbaycanla əməkdaşlıq etməklə, Azərbaycanla dostluq etməklə siz bu layihələrdən qidalanın, səmərəli şəkildə yararlanın. Eyni zamanda da bu proseslər Azərbaycan enerji təhlükəsizliyini təmin etməklə bizimlə tərəfdaş olan ölkələrin də enerji təhlükəsizliyini təmin edir. Tranzit layihələrlə, məsələn, bu bir həqiqətdir. Təkcə TANAP-TAP layihələri Türkiyənin 20 vilayətindən keçməkdədir. Bu bir tranzit keçididir, tranzit gəliridir. Türkiyə, qardaş Türkiyə Cumhuriyyətinə də biz öz beləsə iqtisadi səmərəmizi göstəririk və eyni zamanda Tbilisidən keçməklə biz marşrutlarda Türkiyə, Gürcüstana öz iqtisadi səmərəmizi göstəririk. Yəni təbii ki, biz bununla da Azərbaycan Respublikasının reallıqları olaraq, Azərbaycan Respublikasının həqiqətləri olaraq həm regionda, həm dünyada, həm Avropada, həm də bütünlükdə materiklər və qitələr arasındakı körpü rolunu oynamaqla Azərbaycan öz humanizm dəyərlərini bir daha təqdim edir. Həm də Cənubi Qafqaz çox böyük bir iqtisadi resurslar mərkəzidir. Belə də deyə bilərik. Çünki biz baxanda Azərbaycanın kənd təsərrüfatına baxanda bağçılığı, taxılçılığı, üzümçülüyü, meyvəçiliyi və inşaat sektorunu görməkdəyik. Və sənayesinə baxanda Azərbaycanda neft, qaz sənayesi, enerji siyasəti ilə bağlı, enerji sənayesi ilə bağlı olan prosesləri görməkdəyik. Bunu biz Gürcüstanda da görə bilərik. Məsələn, üzümçülüyün, çayçılığın inkişaf etdiyini görə bilərik. Və yaxud da ki, kimya sənayesinin inkişaf etdiyini görə bilərik. Ermənistanda yüksək texnologiya üçün potensial var. Ermənistan ağıllı hərəkət eləməlidir ki, Azərbaycanla Gürcüstanın bu müttəfiqliyindən yararlansın, Azərbaycanın bu iqtisadi inkişafından yararlansın, Cənubi Qafqazın 3 ölkəsinin bütövlükdə dünya üçün çox böyük bir sülh tərəfdarı olduğunu göstərməyə əsaslarımız var. Azərbaycan bu proseslərdə bu ölkələr üçün bir lider kimi iqtisadiyyatı ilə, resursları ilə, bütün müəllif olduğu layihələrlə bu proseslərdə o həmin ölkələrə liderlik etməklə bütövlükdə dünya iqtisadiyyatına öz töhfəsini verə bilir və bununla da nümunəvi bir təsir göstərə bilir. Siz xüsusilə vurğuladınız enerji təhlükəsizliyi məsələsi. Bugün dünyada cərəyan edən proseslər göstərir ki, enerji təhlükəsizliyi artıq həm də milli təhlükəsizlik kontekstində dəyərləndirilir və bu istiqamətdə həyata keçirilən layihələrin belə deyək, qorunaqlılığını, dayanıqlılığını təmin etmək elə o dövlətin gücünü göstərir. Dövlətin gücünü qeyd etmişkən Asif müəllim, verilişdə əvvəldən biz vurğuladıq. Məhz politoloqlar, dünya liderləri də o fikirlərini qeyd edirlər ki, Azərbaycan bəli, Cənubi Qafqazda lider dövlətdir. Və bu lider dövlət bir çox strateji təməllərin də əsasını qoyur. Artıq vaxtımız yekunlaşır. Sonda istərdim məsələ bu cümləni qısa olaraq 3 cümlə ilə sizin fikirlərinizə tamamlayaq. Azərbaycan Cənubi Qafqazda Zavatxan müəllim hansı strateji təməllərin əsasını qoyur? Qısa şəkildə nələri qeyd edərsiniz? Çox qısa. Cənubi Qafqazda hər şeydən əvvəl neft və qaz sektorlarının perspektivliliyi ilə bunların ölkələrin xalqlarının suverenliyinə gətirdiyi gözəl günlərlə, aydın sabahlarla, parlaq gələcəklərlə, eyni zamanda neft və qaz sektorlarının inkişafından səmərəli istifadə etməklə qeyri-neft sektoruna yatırıla biləcək investisiyaların həcminin də artması ilə. Məsələn, biz deyə bilərik ki, Azərbaycanın investisiya siyasətinə baxanda investisiya mühiti deyilən bir anlayış var. Azərbaycan sübut elədir ki, sosial-iqtisadi inkişafı ilə, ictimai-siyasi sabitliyi ilə, mədəni-hüquqi təhlükəsizliyi ilə bütövlükdə investisiya mühitini üçün lazım olan bütün resursları, bütün təsisatları yarada bilib və bu təkcə Azərbaycanın özü üçün yox, eyni zamanda Cənubi Qafqazı bütövlükdə əhatə eləyəcək bütün resurslar üçün də keçərlidir. Təşəkkür edirik Zavatxan müəllim, çox maraqlı fikirlər qeyd etdiniz. Asif müəllim, buyurun, sonda sizdən də qısa olaraq məhz bu cümləni tamamlayaq. Azərbaycan Cənubi Qafqazda hansı strateji təməllərin əsasını qoyur? Azərbaycan Cənubi Qafqazda ilk növbədə sülhün əsasını qoydu. Bu birinci məsələ. İkinci məsələ, Azərbaycan Cənubi Qafqazda onu göstərir ki, yəni müharibə olmadan da Cənubi Qafqaz xalqları bir-biri ilə sülh şəraitində yaşaya bilər. Azərbaycan Cənubi Qafqazda onu göstərdi ki, yəni heç bir dövlətin ərazisində gözü olmadan da yaşamaq olar, işğalçılıq siyasəti yürütmədən də yaşamaq olar. Və bütün bunlar Azərbaycan Cənubi Qafqazda onu göstərdi ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin əsasını qoyan bir dövlət oldu. Yəni Cənubi Qafqazda sabitliyin, Azərbaycanda sabitliyin əsasını qoymaq, bir də Cənubi Qafqazda da sabitliyin əsasını qoymaq deməkdir. Azərbaycan ümumiyyətlə göstərdi ki, Cənubi Qafqazda bir də müasir
yüksək səviyyəli ordu quruculuğun, ordunun necə olduğunu bütün dünyaya göstərdi. Və bunu da Cənubi Qafqazda əsasını məhz Azərbaycan qoydu Və ki, nümunəvi model. bəli, dünyəvi bir model ölkə göstərdi ki, hətta 44 günlük Vətən müharibəsindən sonra dünya ölkələri Azərbaycan ordusunun Şuşadakı keçirdiyi əməliyyatı bir model olaraq bunların inanın ki, hərbi təlimlərdə, hərbi dərslərdə, universitetlərdə və akademiyalarda belə bir bu Azərbaycan ordusunun hərbi təlimlərini, o döyüşdə necə iştirak elədiyini hər tarixlərində qızıl hərflərlə göstərdi və bunu Azərbaycan dünyaya bunu gətirdi. Təşəkkür edirik Asəf müəllim. Siz də çox maraqlı fikirlər qeyd etdiniz. Ümumi nəticədə o əsas fikir vurğulandı ki, bəli, Azərbaycan regionda balanslaşdırılmış siyasət yeritməklə suverenlik, ərazi bütövlüyü, qarşılıqlı hörmət, etimad məsələlərini xüsusilə diqqətdə saxlayır və həyata keçirilən bu siyasətin də adı qeyd etdiyiniz kimi sülh, inteqrasiya, əməkdaşlıq və inkişafdır. Çox sağ olun. Çox sağ olun. Sağ olun. Bəli, hörmətli tamaşaçılar, bugünkü buraxılışımızda Cənubi Qafqazdakı geosiyasi proseslər, yeni imkanlar və perspektivlərə dair mühüm belə deyək, suallar ətrafında açıqlamalar qeyd olundu. Növbəti buraxılışımızda başqa bir mövzu ilə görüşənə qədər deyirik. Sağ olun, sağlıqla qalın.